Salam əziz abituriyentlər. Bugün biz belə bir məsələnin həllinə baxacağıq. Məsələnin şərtində deyir ki, 45 şimal enliyində yerləşən limandan səhər saat 6:00-da çıxan gəmi şimal-qərb istiqamətində 3 saat hərəkət etdikdən sonra 5 dərəcə sola meyl eləyir. Yəni bunu biz addım-addım həll eləyək. Gəmimiz yerləşir 45 şimal enliyində və oradan 3 saat boyu şimal-qərb istiqamətində hərəkət eləyir. Yəni 315 dərəcə hərəkət eləyir deməkdir. Və 3 saat və burada gəlib saat olacaq 9:00. Və bundan sonra 5 dərəcə sola meyl eləyir. Yəni 315 dərəcədən biz çıxmalıyıq 5 dərəcəni. Bu da bizə verəcək 310 dərəcə. Və bundan sonra yenidən 3 saat 50 dərəcə sağa döndü. Yəni 3 saat boyu 50 dərəcə sağa dönür. 310 dərəcənin üzərinə 50 gəlməliyik sağa hərəkət elədiyi üçün. Plus 50 dərəcə. Bu da eləyəcək 360 dərəcə, yəni şimal istiqamətində və burada da olacaq saat 12:00. Bu zaman 12:00 olduğu üçün günəş cənubda olacaq və gəmi üzü şimala doğru hərəkət eləyir və bunun da kölgəsi, günəş bunu cənubdan vurur axı, buna görə də kölgəsi gəminin önünə düşür. Yəni cavabımız C variantıdır.